Efirimiz canlı yayımlanır. Bir daha nəzərinizə çatdırım. 012-497-46-25 studiyaya məxsus nömrədir. Grand Hospitalın hepatolog həkimi Könül Mahmudova studiyamızın qonağıdır. Xoş gördük sizi Könül xanım. Xoş gəldiniz. Necə gedir? Yaxşı. Müraciətlər daha çox hansı hepatitlər, yəni statistik, yəni bugünkü gündə əlinizdə olan məlumata görə üstünlük təşkil edir? Deməli, B, C, A, D. Ən çox hepatit C. C. C hepatitlər daha çox üstünlük təşkil edir xəstələr arasında və eyni zamanda bir şey də vurğulamaq istəyirəm İlhamə xanım. Bu verilişimizin elə aktuallığına səbəbdir. 29 iyun ümumiyyətlə Ümumdünya Hepatitlər Günü qeyd olunur. Və yəni bu hepatitlər günü qeyd olunması onunla əlaqədardır ki, artıq dünyada o qədər hepatitlərin sayı çoxalır ki, günü-gündən əsasən də hepatit C-lərin sayı çoxalmaqda olduğuna görə və dünya yeni dərmanların meydana çıxmasına, yeni müalicə metodlarının ortaya gətirilməsinə və effektivliyi çox güclü olan dərmanların seçilməsinə bu dəqiqə çox maraqlıdır. Nəyə görə? Çünki hepatit C-lər ən çox, deməli, hepatit C xəstəlikləri virusundan sonra qaraciyərdə 80% qaraciyərin transplantaciyası meydana çıxır. Yəni, transplantasiya olması isə həm dövlətin büdcəsinə böyük bir zərbədir, həm də əgər straxovkası, sığortası olmayan xəstələrin də öz ciblərinə böyük bir zərbədir. Ona görə yeni dərmanların meydana çıxması, yeni texnologiyanın meydana çıxması bu çox önəmli idi. Vacib idi ki, xəstələrimizi, çünki biz əvvəllər müalicə metodumuz belə idi ki, biz deyirik köhnə müalicə metodu və orada genotiplərin təyini var idi, sonra xəstənin vəziyyəti önəmli idi, sonra müalicə uzun müddətli davam edirdi. Amma son texnologiyalar və son bizə verilən protokol əsasında qeyd olundu ki, müalicənin müddətini daha qısaltmaq və effektivliyi daha yüksək olan, yəni virusların sonraki residivləri olmasın deyə yeni preparatların meydana çıxması. Son günlərə qədər hepatit virusunun daşıyıcısıyam və ya hepatit xəstəliyindən əziyyət çəkirəm. Artıq bu qorxunc xəstəlikdən əziyyət çəkənlərdə yalnız bir istiqamət düşünürdü ki, artıq mənim üçün dünyanın sonu gəlib. Qorxunc xəstəlikdir çünki. Amma bugünkü gündə onun müalicəsi var isə, insanların bugünkü gündə şikayətini də başa düşmək olmur ki, müalicəsi bahadır. Dünənki günə qədər sən ölümü nəzərə almışdın, gözünün qarşısına gətirmişdin. Bugünkü gündə onun müalicəsi varsa və bu dərmanlar müəyyən maddi vəsait tələb edirsə, niyə də bunu etməyəsən? Özdə İlhamə xanım, sizin sözünüzə qüvvət, əvvəllər daha çox baha çıxırdı. İndi isə getdikcə daha da ucuzlaşır. Bəli, daha ucuzlaşır, generik dərmanların meydana gəlməsi var. Həm insan sağlamlığı hansı pula ölçülər, biçilər ki? Çünki biz çox düzgün vurğuladıq. Əgər biz xəstəliyi öncələsək və xəstəliyi vaxtında diaqnozunu qoysaq, təsəvvür eləyin yeni bir insan qazandınız. Yəni o orqanizmdə qaraciyərin transplantasiyası, onun bədxassəli şişləri, bu kimi xəstəliklərdən biz xəstəni belə deyək ki, virusla qalib çıxırıq. Əlbəttə qoruduq. Çox böyük bir nəticədir. Məsəl üçün müraciət edən xəstələrimizdə təsəvvür eləyin, çox gözəl nəticələr aldıqca bizim dizimiz gülür. Sonra mən buradan qeyd etmək istəyirəm ki, lap tutaq ki, insan bilmir. Çünki qaraciyər xəstəliyi, qaraciyər elə bir orqandır ki, ən axırda öz, belə deyək, biruzə verər özünü, öz, belə deyək, əlamətləri. Mən həmişə deyirəm, qaraciyər insanın ən gözəl dostudur və ən birincidə düşmənidir. Çünki susur. Ən axırda bilinir vəziyyət nə yerdədir. Hətta o anda belə heç ümid qırmaq lazım deyil. Yəni, o anda da kömək var, o anda da ümid var. Yəni, mənim qaraciyərimdə əgər hepatit varsa, mənim fibrozum varsa və yaxud da çirozum varsa, mən artıq əllərimi, qollarımı sallayıb oturmalıyım, bu da düzgün deyil. Təşəkkür edirəm. Bir daha xatırladım, efirimiz hal-hazırda canlı yayımlanır. 012-497-46-25 studiya məxsus nömrədir. Sualı olanlar varsa buyurun. Hepatitlərlə bağlı, ümumiyyətlə hepatolog həkim olduğuna görə hər bir sualı, qaraciyərlə bağlı əziyyət çəkənlərimiz də var ki, sualı olanlar buyursunlar. Könül Mahmudova studiyamızın qonağıdır. Ümumiyyətlə, qaraciyər orqanizmin hamı bilir, bilməyənlərin nəzərinə bir daha çatdıraq ki, qan fabrikidir və bunun hər hansı bir infeksiya yoluxmasının qarşısını biz mütləq şəkildə almalıyıq. Amma bu əlimizdə deyilsə, müəyyən şərtlərdə yoluxuruqsa, biz müəyyən dərəcədə həkimə gedərək bunun müalicəsini zamanında, çünki siz özünüz də xəstələrlə söhbət etdiyiniz sırada topladığınız anamnez və təyin etdiyiniz protokollar var ki, onlara görə hərəkət edirsiniz. Biz keçən verilişlərimizdə sizinlə xatırlatdıq ki, əgər qaraciyər qoyaq kənara, orqanizm yoluxubsa virusla, bu virusu məhv etmək və ya onu ümumiyyətlə pasiv hala salmaq lazımdır. Sadəcə qaraciyəri yox, digər orqanları düşünmək lazımdır. Amma əfsuslar olsun ki, sizinlə paralel
digər hepatoloq həkimlər bunu desələr də, yenə də söhbət əsnasında vurğulayırlar ki, yox, oturub gözləyir ki, qaraciyərə zərər vurmasın. Sadəcə qaraciyəri qorumağa çalışırlar. Yəni, bu mövzunun üzərində mən bugünkü gündə dayanmaq istəyirəm. Buyurun. Əslinə qalsa, müraciət edən xəstələrimizə tək qaraciyər, düzdür, qaraciyəri yoxladıq, qaraciyər sağlamdır, lap gözəl. İndi biz qaraciyəri yoxladığımız aparat haqqında da biz söhbət eləyəcəyik. Yəni, qaraciyəri yoxladıq, lap gözəl, qaraciyər problemi yoxdur. Bəs dəri üzərindəki olan səpkilərin əmələ gəlməsi, xəstədə şəkərli diabetin olması, belə deyil, tiroidit, yəni bunun hormonların yüksəlməsi, börəklərdə gedən proseslər, yəni bu kimi əlamətlər bəs ortaya çıxanda, bəs onda nə edək? Dəfələrlə olub xəstələrimiz, biz ona dedik kreoglobulinemiya, xəstənin dəri səthindəki olan böyük bir ləkələrin əmələ gəlməsi. Təsəvvür edin, xəstə deyir ki, doktor, mən çox yerlərə müraciət elədim, amma effekt almadım. Amma hepatit C-ni ki, qaraciyərdə, orqanizmdən çıxardanda, inanın, dərinin rəngi o qədər gözəlləşdi ki, və getdiyi bütün kosmetoloqlar, bütün prosedurlar, bütün ölkələr, hər şey bir qıraqda qaldı. Çünki heç kəs hepatit C-ni orada düşünmürdü. Yəni, təsadüf deyil ki, hepatit olan xəstələrimizdə müxtəlif qapıları döyüb, sonra axırda hepatoloqa və yaxud da virusoloqa yaxınlaşırlar. Oynaqlarında ağrılar olur, artroloqa gedir, dəridə səpki olur, dermatoloqa müraciət edir, ürəkdə ağrılar olur. Müraciət etsə də, gəlin razılaşaq da Könül xanım, axı həkimlər müayinə eləyir və bu qanın analizini verəndə nə yoxlayırlar onlar? Əlbəttə ki, qanın ümumi analizə, tək ümumi analizə baxmaqla xəstədə hansı proses baş verir, həkim onu bilməlidir. Hansı prosesdən xəstə əziyyət çəkir, o bilinir. Qanın tək ümumi analizini. Elə bizi aldadan da ümumi analizdir də. Mən elə gəlir ki, qanı yoxladanda hər tərəfli infeksiyaları da yoxlatmaq lazımdır. Əgər bu insanın oynaqlarında, həkimsiz, oynaqlarında problem varsa, hər halda qanda iltihaba baxmaq lazımdır. Ümumi göstərici, dəmir, hemoqlobin nə əsas verəcək ki, o anamnez toplasın, müalicə yazsın. Əlbəttə ki. Bu doğru bir taktika deyil axı. Əlbəttə. Ona görə xəstəni... Ona görə siz şoka düşürsünüz, nə yanınıza gələndə? Xəstəni ümumiyyətlə birinci xəstənin anamnezi. Birinci xəstənin anamnezi. Fərqi yoxdur. Deyirsən, diş düzəltməyə nə vaxt getmişsiniz? Olubmu belə qanlı bir əməliyyat? Çünki hepatit C elə bir virus deyil ki, bir iynədən əlimizə batdısa, biz ona yoluxaq. Böyük bir qanlı bir əməliyyat aparılmalıdır. Ya qan köçürülməlidir, ya diş xarici olunmalıdır. Deyir, 10 il bundan əvvəl olub. Doğrudan da elastometri ilə qaraciyərə baxırsan, doğrudan da artıq F4 mərhələsindədir. Yəni, görürsən ki, belə deyək, üst-üstə gəlir. Xəstənin anamnezi ilə qaraciyərin əlamətləri üst-üstə gəlir. Yəni, qeyri-ixtisas həkimləri bu dəqiqə o qədər biabırçı bir vəziyyətdir ki, adi stomatoloqdur ki, hepatologiyana məşğul olmağa qalxıb. Təsəvvür eləyin, eyni müxtəlif ixtisas həkimləri dolanıb gəldiyinə görə, əlbəttə, biri var ki, gən də deyirəm, qaraciyərdə proses azdır və xəstə normal şəkildə gəlir. Biri var ki, xəstənin başına min oyunlar gəlir, qaraciyərin vəziyyəti, pis vəziyyətdə artıq sizə müraciət edir. Yanlış müalicələr, qəbul etdiyi dərmanlar hər biri də qaraciyərə yüklənir. Əlbəttə. Sonda da lap biz indiki təzə çıxan dərmanlardan, biz tutaq ki, indiki çıxan dərmanlardan danışırıq. Təsəvvür elə, indiki elə çıxan dərmanlar nəyə ziyan deyil ki? Yəni, böyrəklərə, mədaltı vəziyə, tiroid vəziyə, yəni bunların hamısını qiymətləndirmək lazımdır. O müalicə olarmı? Mən virus əleyhinə xəstəyə dərmanı verə bilərəmmi? Və yaxud da mən onu gözləməliyəm, bəlkə mən nefroloqla məsləhət eləməliyəm, bəlkə endokrinoloqla məsləhət eləməliyəm. Çünki hepatologiya elə bir sahədir ki, orada tək hepatoloq həmən bütün işləri görüm, o düzgün deyil. Biz mütləq, müxtəlif bizim həkimlərimizdən konsultasiya eləməliyik. Bizə hematoloqlar, bizə nefroloqlar, endokrinoloqlar çox köməkçi olur, gastroenteroloqlar. Adicə heç nə yox, bir dənə mədənin yoxlanmasında inanırsınız ki, FQDS eləməklə, xəstənin zondu salmaqla, orada olan qida borusundakı olan varikoz venanı elə birinci dərəcədə görmək bizə artıq bəs eləyir ki, orada portal hipertenziyadan söhbət gedir. Ümumiyyətlə, dərman qəbulunda kimləsə, həkimlə söhbət gedirsə, məsləhətləşməyə nə fayda verir ki? Bütün dərmanlarda hamısında yazılıb əks göstərişi var. Biz verilişimizin əvvəlində danışdıq hamilə xanımlara, riskli hamiləliklərdə dərman preparatları qəbul lazımdırsa, sistematik xəstəliyi varsa, qəbul olunmalıdır. İndi bəli deyirsə, sizin kimi ginekoloq da bəli deyil. Amma dərmanın içinə baxanda istənilən dərmanda yazıb ki, hamiləlikdə əks göstərir. O zaman hamilə nə etsin? Yəni, bu dərman şirkəti özünü sığortalayır, bu yazını yazır.
Xəstə evladını sığortalayır, pasiyent evladını sığortalayır, çünki hamiləlikdə sağlam evlad dünyaya gətirmək istəyir. Amma dərmanı da qəbul etməyini həkim dönə-dönə deyir ki, yox, sən bunu qəbul etməlisən. Niyə? Uşaqdan əvvəl birinci üzvü düşünməlisən, daha sonra uşaq. Çünki ana sağlam olarsa, evladı da sağlam dünyaya gətirir. Yəni, burada bir-birinə tərs mütənasiblik. Eyni şey də hepatitlərdə. Çünki əgər virusa yoluxma varsa, digər orqanları nəzərə almadan dərman preparatları qəbul olunursa, üstəgəl qaraciyər sağlamsa, qaraciyər heç nə yazmır. Düşür virusun arxasınca. Virusu harada qovub tutacaq, mən başım çıxmır. Dediyiniz kimi, əgər bu lor həkim hepatologsa, hepatolog, androloq işləyirsə, Allah xırmızı xeyir eləsin. İnşallah nəzarət güclənər. Çünki həqiqətən sizin işiniz çox çətindir. Mən bilirəm, çünki Grand Hospitala müraciət edən və xüsusilə də Instagramda nədənsə hepatoloq olaraq hepatitlərlə mübarizə aparan həkimlər sırasında sizin adınız az çəkilmir. Görünür, gözəl mübarizə aparırsınız bu hepatitlərlə. Tək hepatitlər yox, qaraciyərin həm virus... Ümumi dəyərləndirirsiniz insanı. Ona görə mən sizinlə ətraflı danışıram buradakı. Çünki bu verilən suallara ətraflı cavab almaq bizə çox vacibdir. Bir sualım da var. Çünki yaşlı, cavan insanlar arasında, hepatit xəstələri arasında biraz fərq qoymaq lazımdır. Bunun cavabın sualımı səsləndirim və daha sonra tamaşaçı var, onu dinləyəcəm. Çünki deyilənə görə yaşlı insan hepatit virusuna yoluxursa, onun aşkarlanması və sağalması daha tez olur. Nəinki az yaşlı uşaqlarda, gənc insanlarda. Yəni, burada həqiqətən bir məntiq varmı, yoxmu? Tamaşaçını dinləyək və daha sonra onun cavabını sizdən eşidəcəm. Alo. Alo. Bəli. Salam doktor. Sizi salamlayıram hamınızı. Səsi artıraq zəhmət olmasa tamaşaçını eşidə bilmirik. Alo. Bəli. Buyurun, eşidirik sizi. Hə. Mən oğlum mənim hepatit C-dir. Bir 10 gündən qabaq aksar oldu orada. Yüksələmişik onu. İndi qaraciyəri ağrıyır həkim. Ağrıyır. O bir sidiyə gedəndə mama deyir, gedirəm. Deyir, tüm gedirəm. Elə bir deyir, məndən qan gəlir. Mən sualı tam başa düşə bilmirəm. Deyirəm ki, mənim oğlum hepatit C. Xanımın səsini azaldın zəhmət olmasa. Redaktorla danışın, qulağıma deyin səsi. Deyil Zülfiyə. 10 il bundan əvvəl hepatit B-yə yoluxub. C-yə. Sidiyə gedəndə qan gəlir. İndi hal-hazırda bədənində ağrır, ağırlaşıb. Nə içəndə? İçki içəndə. Xanımdır, bəydir? Bəy, amma sualı xanım verir. Hə. Yəni, araq içəndə, alkoqol içəndə deyir, sakitləşir ağrıları. O artıq başqa məsələdir. Yəni, o demək deyil ki, araq... Deyir, yəni gecikmişik, yoxsa yox? Hələ də müraciət eləməyiblər. 10 ildir uşaqda... 10 il müddətində heç müraciət eləməyib. Bir anamızdan maraqlan. Hə, bir dəfə olub, müalicə alıb, amma... effekt olmuyor. Mən xanıma məsləhət görərdim ki, inandığı hepatoloqa müraciət eləsin və əlbəttə ki, artıq börəklərdən sidiyində əgər qanı varsa, ona qan gəlir. Ona elə gəlir ki, sidikdə qan var. Əslində, o bilirubinin rəngidir ki, sidiyə rəng verir. Konkret sidikdə qan görürlər, yoxsa sidiyin rəngi tündür? Bir onunla maraqlanın. Tünd görə bilərlər, çünki qan rənginə oxşuyur. Yəni, orada qarışdırırlar xəstələrimiz. Yəni, orada bir xəstədə xolestazın olması mütləq olmalıdır. Yəni, xəstənin danışığına mən belə başa düşdüm. Mütləq müraciət eləsin inandığı hepatoloqa. O demək deyil ki, mən gecikmişəm. Yox, cavan uşaqdır, belə görünür. Heç bir zaman gec deyil. Heç vaxt gec deyil. Özü təzə çıxan dərmanlarla inandırıram sizi xanım. Effekt də alacaqsınız. Müraciət eləyin və yaxşı olacaq. Bir daha xatırladım. Efirimiz hal-hazırda canlı yayımlanır. Sualı olanlar varsa buyurun. 012 46 25 studiya məxsus nömrədir. Grand Hospitalın hepatoloq həkimi Könül Mahmudova studiyamızın qonağıdır. Hepatitlərdən danışırıq. Sualı olanlar varsa buyurun. Sualımı təkrar edeyim, yenicə qoşulan tamaşaçılar varsa, reklamdan öncə biz sual vermişdik ki, deyilənə görə, yenə də deyilən ya insanların dediyidir, ya da həkimlərin dediyidir. Biz hər bir deyilən sözə aydınlıq gətirməyə çalışırıq, çünki yanlış insanlarda fikir formalaşdırmasın. Az yaşlı uşaqlar yoluxanda xroniki hala keçərək deyə vurğulayırlar ki, yəni uşaqlarda xroniki halda olduğuna görə geç sağalır, amma yaşlı insanlarda kəskin başlayır, tez sağalır. Bu nə dərəcədə doğru bir fikirdir? Bu aiddir. Qaraciyərin virus hepatitlərindən söhbət gedir, yoxsa qeyri-virus hepatitinə söhbət gedir. Əlbəttə ki, uşaqlarda virus hepatitinə söhbət gedirsə, hansı biri olur olsun fərqi yoxdur. Bizə verilən protokola görə əgər cavan yaşlısa, yaş 30-un üzərindədirsə və yoluxma da varsa, mütləq müalicə olunmalıdır. Biz əvvəllər virusun yükünə baxırdıq və yaxud da qan analizlərinə baxırdıq. Müalicənin, belə deyək, müddəti uzun olduğuna, maddi vəsait çox tələb elədiyinə, elə genotip var idi ki, biz onu 30% qaranti ilə müalicə eləyə bilərik deyə, biz haradasa xəstəni biraz uzaqlaşdırırdıq həmin müalicədən. Deyirdik, eybi yoxdur, bir gözləyək təzə dərmanları, gözləyək təzə dərman sizin residiviniz olmasın.
əsas xəstənin vəziyyətidir. Amma yeni çıxan dərmanlar isə onu deyir ki, 18 yaşı üstündə olan bütün insanlar müalicə olunmalıdır. Əgər virus aşkarlanıbsa, protokol qaydasına görə 3 aydan 6 ay müddətində müalicə olunmalıdır. Və o söz biraz bir balaca, bəlkə də indi hansısa bir həkimin, hər bir həkimin öz fikirləri var. Çünki oxuduğumuz hər bir məqalədən hər bir həkimin özünün fikri formalaşır. Ola bilsin ki, həmin həkim HLA immun sistemini nəzərdə götürüb. Məsələn, biz o qədər yaşlı adamlar, 50 yaşın üzərində adamla rastlaşmışıq ki, şəxsən mənim praktikamda belə olub. Qadın olub, qadın cinsidir, təsəvvürlə yoluxub virusa, sapsarı, təsəvvürlə İlhamə xanım 38 qızdırma ilə xəstə müraciət edir. Bütün qanın ümumi analizində hemoqlobini düşmüş, trombosit düşmüş, amma qaraciyərin sintetik funksiyasına hələ ki zədə dəyməyib. Amma ALT-si, AST-si təsəvvürlə 1500-1600-ün üzərində olan, halbuki 25-30-un üzərində olmalıdır. Belə bir xəstə müraciət elədi. İnandırım sizə, bir aydan sonra, düzdür, kəskin hepatitlə müraciət eləmişdi. Bir aydan sonra xəstədən heç bir virus əleyhinə müalicə aparılmadan xəstə öz-özünə də sağaldı. Buna deyirik orqanizmin HLA sisteminin işə qoşulması və xəstənin bizim, çünki Allah Teala insanı elə yaradıb ki, immun sistem daha güclüdür verdiyimiz dərmanlardan. Təsəvvürün heç bir fəsad olmadan xanım çox gözəl şəkildə evə yazıldı. Belə bir xəstəmiz olur. İnsanların çoxları, yəni davamlı olaraq qan analizlərini verirlər və ALT, AST-yə baxmaqla orada həmin virusun yükü və ya qaraciyərin vəziyyəti, fəsadlaşmamağı bilinirmi həmin o göstəricilərlə, yoxsa kifayət eləmir o? 60% hallarda biz görə bilirik. Amma yenə də %100 nəticə deyil. %100 nəticə deyil. Buna görə bizdə bir metod var idi. Qaraciyərin, belə deyək, vəziyyətini bilməkdən ötürü biopsiya metodu. Biopsiyada hər adam gedə bilmir. Çünki təsəvvür eləyin, o biopsiyanı o adama elətdirmək olar ki, sən o insanın çox böyük inamını qazanmısan. Onun hər hansı bir yaxını müalicət eləmişsən ya da özünə bir köməklik eləmişsən. Yəni sənin ağzına, çünki çox ağrılı bir proseduradır. Təsəvvür eləyin, adamın 7-8-ci... Niyə köşədə biz həkimlə danışdıq, dedi, heç də ağrılı deyil. Biopsiya... Əgər mənim xəstələrimdə... Həkimlər arasında düşmənçilik yaradacaq. 1% də olsa ölüm ehtimalı varsa, mən xəstəmi, yəni qanaxma ehtimalı varsa, biopsiya qoymaram. Əgər mənim əlimin altında fibrozu təyin elan elastometri aparatım varsa, düzdür, elastometriyanın çox böyük, bizim indi supersonik aparatından söhbət gedir, çox böyük tədqiqatları var. Mən gətirdiyim tədqiqatlarda çox böyük pilik hepatitlərdə, hepatit B-də, hepatit C-də fibrozun necə yəni inkişaf eləməsini göstərir. Lakin onkoloji proses deyilsə, əlbəttə ki, onkoloji proseslər istisna olmaqla, digər əgər yəni belə bir onkologi meyilli yoxdursa, niyə görə mən elastometri etməyim xəstəmi? Yəni 15 dəqiqə müddətində onsuz da mən cavabımı alacam xəstədən. Onkoloji xəstədirsə etmirsiniz? Yox, onu biopsiya. Onu biopsiya heç bir... Düzdür, elastometriyanın da tədqiqatları var ki, haradasa 50%. Biopsiya aiddə bir qaranlıq məqam var. Mən keçən dəfə həkimə soruşdum, amma doğru cavab almadığıma görə daha üzərində dayana bilmirəm. Çünki bəzən İlhamə həkimlərin aqressivsən deyirlər. Yox, bu əslində elə deyil. Sualın cavabını tapmayanda mən artıq ehtiyac qalmır. Bilsə cavabını vermiş olar. Bilmədiyinə görə növbəti suala keçid alıram. Amma burada bir məqam var. Deyək ki, hər hansı bir orqanın biopsiyasına söhbət gedir. Məyər o orqanın bütün toxumaları zədələnmiş olur ki, bu biopsiya ilə həmin orqana müdaxilə eləyərək, oradan bir parça götürərək analizdə hər nəsə nəticəyə gəlmək olur. Ola bilərmi ki, o yanlış bir parçanı götürsün oradan? Əlbəttə, İlhamə xanım. Niyə biz o zaman mənə düz cavab vermirlər həkimlər? Yox, %100 təminat veririk, aldığımız parçanı analiz eləyəcəyik. Bəlkə o sağlam toxumadır sənin aldığın o hissə, o parça. Hepatoloji kursda bir professor, əlbəttə bir professor söz dedi. Dedi ki, aldığınız yəni siz parçanı müxtəlif uzman həkimlər, uzman mütəxəssis deməkdir bizim dilimizdə, mütəxəssis həkimlərə oxudun və başqa cavablar alacaqsınız. Bax, bu sözü hepatologiya ilə məşğul olan çox gözəl, hörmət elədiyim türk professoru dedi. Aldığınız parçalardan qaraciyər müxtəlif mütəxəssislərə verin və başqa cavablar alacaqsınız. Hətta bizim professorlarımız da onu təsdiq edirlər. Çox gözəl bizim belə müəllim dediyimiz həkimlərimiz var ki, söhbət eləyəndə deyir, qızım, biopsiya da çox bizə nəticə vermir. Bizim istədiyimiz nədir? Bu dəqiqə tibb nəyə gedir? Mən deşməyim, mən xəstəyə əziyyət verməyim. Əziyyət vermədən xəstənin
qısa müddət ərzində diaqnozunu bilim. Görüm söhbət nədən gedir bu xəstədə? Yəni kəskin prosesi varmı, yoxsa yoxmu? Məsəl üçün biz götürürük qan analizlərindən danışırıq, ya kimyəvi analizdən danışırıq, kallogrammadan danışırıq, qoyaq qabağımıza. Hər üç analizdə biz baxaq 60% dəqiqliklə söz deyəcəyik xəstəyə, 60%. Bəzən olur ki, bütün cavablar normal gəlir, amma elastometriyada çıxır ki, xəstənin vəziyyəti fibroz 3-dür. Əgər fibroz 3-dürsə, mən onu fibrozu 3-dən geriyə qayıda bilirəm axı. Məni baxan tamaşaçılarımız var. Regionlardan gələn, özü cavan yaşında, 35-30. Təsəvvürün, fibroz 3-lə müraciət eləmişdi. 1 il, 2 il müddətlə müalicə elədiyi artıq xəstənin deməli, qaraciyəri normal vəziyyətdə bir sağollaşdı xəstəylə. Çünki özü də deyirdik, birinci müraciət elədiyimiz ünvan siz deyilsiniz. Sizə qədər bir neçə ünvanlara müraciət eləmişik. Və bizim ən çox qorxduğumuz nədir? Qaraciyərdə fibrozun olması. İlhami xanım, müraciət eləyərsiniz. Kön xanım, nə dəxli var? Qaraciyərdə fibrozdur da. Onsuz da fibroz o dəqiqə yaranmadı ki, onun da haşelası zamanla yaranır. Bəs bunun digər orqanlara nə təsiri var? Fibroz ümumiyyətlə nədir? O özü də zülaldır, əslinə qalsa. Orqanizmdə, qaraciyərdə belə bir hüceyrələr var, ulduza bənzər hüceyrələr. O başlayır, əgər ulduza bənzər hüceyrələrdə hər hansı bir patologiya baş verdi, artıq orada, belə deyək, balans pozulur. Balans pozulanda kollagenaza deyilən bir ferment var, buraxılır qana. Kollagen zülalının hepatositlər arasında başlayır miqdarı çoxalmağa. Çoxaldıqca hepatositlə birləşir və belə deyək, kəskin bir bərkimiş bir qaraciyərin meydana çıxması, yəni elastiklik, qaraciyər əslində çox yumşaq olmalıdır. Əgər bizim kollagen çökürsə, artıq hepatositlərin üzərinə çökürsə, artıq hepatosit öz işini görə bilmir. Yəni, qaraciyər artıq öz işini çatmamazlığa gətirib çıxarda bilir. Bu bizim qaraciyər tərəfimizdən. Bildiyimiz kimi, qaraciyər özü, orqanizmdə özü laboratoriya funksiyasını eləyir. Bəs bunun qan damarlarında endotel qişası necə oldu? İntima təbəqəsi deyirik biz. Əgər orada zədələnmə varsa, kollagen toxuma həmin intima təbəqəsinə də, belə deyək, kələkötürlük yaradır. Eritrosit həmin o intima təbəqəsindən keçəndə ilişir həmin o yerə, yəni o kələkötürlüyə. İlişirsə biz xəstədə gələcəkdə insultun, infarktın meydana çıxmasını görəcəyik. Yəni ilk əslinə biz görürük ki, məsələn, yaxınlarımızdan kimsə insult keçir. Bu necə sağlam adam idi, necə insult keçirdi, necə infarkt keçirdi. Ola bilməz ki, hər şey bir dəfəyə və birinci dəfədən başlayır. Əvvəlcədən onu da təyin etmək mümkün. Əlbəttə, hər şey əslində proses qaraciyərdən başlayır. Elementar qaraciyərə müraciət edən xəstənin bir təzyiqini ölçmək lazımdır. Təzyiq bir də görsən 180-ın üzərindədir. Mən özümü yaxşı hiss edirəm. Bu kəskinliklə, yəni qəbul olunmaz bir haldır. Əslində varsa müalicəsi olunmalıdır. Yəni təzyiq birinci aşağı salınmalıdır və xəstə öz həkiminə yönəldilməlidir. Bizim işimiz odur. Mənlik deyilsə, yəni bir insan heç vaxt ola bilməz ki, bütün deməli işləri, yəni bütün yəni necə deyim, sahələrdən xəbərdar olsun. Əlbəttə ki, mütləq öz həkiminə yönəlməlidir. Mən indi istəyirəm, yəni bizim bu gördüyümüz fotoşəkildə, bizim gördüyümüz, yəni aşağıdakı gördüyümüz ultrasəs yəni görünüşüdür. Gördüyümüz həmin o pəncərədə biz qaraciyərin, bax sizin sözünüzə gəlirəm, həmin o pəncərə ilə biz qaraciyəri baxırıq, necə mozaik şəkildə zədələnmə var. Ya homogendir, heç bir zədələnməsi yoxdur. Və yaxud da mozaiki, məsəl üçün görə bilirik, qapı venası ətrafında, bayaq mən ulduza bənzər hüceyrələrdən danışdım, qapı venası ətrafında daha çoxdur. Biz fibrozu daha çox qapı venası ətrafında görürük. Və sonra gəzə-gəzə gedirik digər sahələrə, 8-ci segment, 7-ci segment, 6-cı segment, segmentar olaraq qiymətləndiririk. Bu gördüyümüz, bu F2-dir. Artıq fibrozun ikinci mərhələsində olduğunu göstərir. Və buna bizim öz həkimlər də müraciət eləyə bilirlər. Metavir cədvəli var. Həmin o metavir cədvəlini biz yazmışıq. Yəni bunu mən deməmişəm. Bunu aparatın tədqiqatlarının nəticəsində ortaya çıxan bir nəticədir. Yəni artıq bu F2 mərhələ, artıq bu F3-dür. F3 mərhələsi bu ən gözəl, mən xəstəyə deyirəm, ən gözəl mərhələdir. Əgər biz mərhələdə bu xəstəni F3-də yaxalayırıqsa, inanın mənə, müalicəsi də gözəl gedir və qaraciyərin özünü bərpa etmək funksiyası var. Onu da biz belə deyək, təmin edə bilirik. Artıq biz 4-cü mərhələdə, yəni bu da yenə də F4-ün başlanğıc mərhələsidir. Yenə də bu mərhələdə yaxalayanda xəstəni heç olmasa müəyyən bir köməkliyimizi göstərə bilirik xəstəyə. Artıq bu isə siratik qaraciyərdir və bunu heç kəsə arzulamıram. Lakin müraciət edən xəstələrimiz bugün
bugün də mən çox sevindim. Artıq İstisnalar bir olur, mən ildir, eşidirəm, əlbəttə bəli. bir Geri ildir dönüş. müalicə eləyirik xəstəni. Mən orada görürəm, elə 40 kilopaskaldan biz 20 kilopaskala qədər enə bildik. Enmişsiniz. Yəni qaraciyər artıq belə deyək, Öz-özünü bərpa eləməyə bərpa eləyir və qandakı olan zədəni ki çıxardırsan orqanizmdən, orqanizmə elə bir qaraciyər üçün bir arena açırsan. Qaraciyər həmin arenada başlayır özünü bərpa eləməyə. Qaraciyərdə maraqlı bir şey də var ki, əgər onun hansısa toxumasında zədələnmiş bir, yəni hər hansı bir nahiyəsində toxuma zədələnibsə, onun da yükünü sağlam toxuma üzərinə götürür. Əlbəttə. Və bu müalicədə də onun da effekti var. Mənə elə gəlir ki, bax siz danışırsınız, indi beyində istərsəməz insanlar analiz eləyir. Siz danışdıqca mərhələləri, orada hansı proseslər gedir. İstərsəməz sağlam toxumanın üzərinə o qədər yük düşür ki, bunu o qədər sağlam şəkildə etməyə lazımdır ki, o yük həm azalmalıdır, həm də qaraciyər özünü bərpa etməyə istiqamət götürməlidir. Çünki həm xəstə toxumanın işini öz öhdəsinə götürür, həm öz yükünü qaldırır, eyni zamanda da dərmanla yükləyirsən. Yanlış müalicə olduğu təqdirdə ümumiyyətlə qaraciyər bunu qaldıra bilməz və geri dönməyən proseslərlə qarşılaşa bilərik. Bu şəkildə nə var? Bu şəkildə isə biz ARF elastografiya, supersonik shear wave elastografiya və bütün bizim bir çox klinikalarımızda var, fibroskanla müqayisəsi götürülür. Yəni fibroskan aparatı elastometriyanı, qaraciyərin elastikliyini təyin etmək olurdu. Lakin yeni gətirilən texnologiyada isə bütünlüklə biz görərək, vizual olaraq qaraciyərin səthini gəzə bilirik. Yəni aparat vasitəsilə. Tamaşaçı Günel xanım, hər vaxtınız xeyir olsun. Eşidək onun da sualını. Alo. Alo. Bəli, Günel xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Hər ikinizi salamlayıram. İlhama xanım, Könül xanım. Buyurun. Könül xanımadır. Buyurun, buyurun. Buyurun, eşidirik sizi. Mən yoldaşımla bağlı sual vermək istəyirəm. 26 yaşı var. 8 ay ərzində müəyyən eləmişik ki, hepatit C xəstəliyi var. Yoxlamışdıq, birinci 72, sonra 64 çıxdı, ayılsa ayılsız. Qaraciyərində isə heç bir problem yoxdur. Özüm də 8 aylıq hamiləyəm. Mən fikirləşirəm ki, bu uşağı keçə bilər. Necə? 8 aylıq hamiləsiz? Bəli, Keçə bəli. bilər. Yəni özü hal-hazırda hamilədir və aşkarlanıb ki, yoldaşında hepatit C var. Düşünür ki, özünə və uşağına keçə bilərmi? Yoxlatdırmamısınız özünüzü? Yoxlatdırmışam, hələ ki çıxmayım. Prosta irsi olaraq fikirləşirəm ki, uşaqda ola bilərmi, atadan keçməz? Yox, xanım, suala görə təşəkkür edirəm. Siz çox rahat olun, hamiləliyinizi başa vurun. Burada cinsi əlaqə ilə yoluxma olmadığına görə, yəni sizə və yaxud da uşağa yoluxma ehtimalı yoxdur. İkinci tərəfdən də siz deyir, yoxlanmışam, qaraciyər, yəni virusu yoxdursa, hətta viruslu hepatitli, yəni hepatit C olan qanında hamilələrimiz var ki, mən onlara qətiyyən yəni uşaqdan azad olmağı tövsiyə qoymaram. Hətta normal doğuşla da uşaq dünyaya gəlir və uşaqda heç bir problem baş vermir. Yəni bundan siz narahat olmayın, yoluxma olmayacaq, amma yoldaşınız mütləq müalicə olunmalıdır. Çünki ALT-si 60-ın üzərində, AST-si, ALT-si 60-64 dediniz. Göstərici var. Bu artıq xroniki hepatitlərdə biz bunu görə bilirik. Yəni burada sakit durmaq olmaz. Yəni İllah da kişi cinsidirsə, qadınlar daha çox müalicəyə yaxşı yatır. Kişi cinsidirsə biraz çətin olacaq. Yəni onun gələcəkdə yəni alkoqolla, yəni qadınları qoruyan bir estrogen hormonu var. Ümumiyyətlə mən onu deyirəm, kişilərdə bu hormon çox azdır. Bizi qoruyur, Allah bizi qoruyur. Nə yaxşı ki, burada bəxtimiz azacıq da olsa gətirib. Ona görə müraciət edib Təşəkkür edirəm doktor studiyamıza gəldiyinizə görə. Çox xoş oldu sizinlə söhbət. Növbəti verilişlərdə yenə də hepatitlərə toxunacaq biz. Hepatolog Könül Mahmudova ilə əlaqə saxlamaq istəyənlər varsa, Grand Hospitala müraciət etsinlər. Bir daha təşəkkürümü bildirirəm. Geyimlərimə görə In City mağazasına minnətdarlığımı bildirim. Hər növ qadın geyimləri, çantalar və ayaqqabılar satışda var. Xanımlar müraciət edə bilər. 8-ci mikrorayon Tərgül Ticarət Mərkəzində yerləşir. 055 232 2004 051 761 69 13. Bir daha təşəkkürümü bildirirəm. Bu həftə artıq bu qədər deyək. Gələn həftənin birinci günü yenidən qarşınızda olacaq. Sağlam olun. Hələlik.